Hər vaxtınız xeyir olsun. Rekord TV-nin efirində siyasi kod verilişindəsiniz. Bugünkü qonağım hüquq üzrə fəlsəfə doktoru, siyasi şərhçi İlqar Eyyubovdur. İlqar müəllim, xoş gördük sizin. Bugün ən çox müzakirə olunan mövzu Amerika Birləşmiş Ştatları, İran arasında olan müharibədir. Təbii ki, bu iki dövlətin adını çəkməkdə heç də məqsədim o deyil ki, elə müharibə bu iki dövlətin arasında gedir. Müharibənin miqyası daha genişdir. İstəyirəm ümumi şəkildə bir sualla başlayaq verilişimizə. ABŞ və İran arasında olan bu konflikti nə adlandırmaq olar? Müharibə, lokal döyüşlər, belə deyək, hərbə zorba, yoxsa diplomatiyadan qabaq bir-birinə, belə deyək, güc nümayişi? Nə adlandıra bilərik bu müharibəni? Əvvəla təşəkkürümü bildirirəm dəvətə görə. Verilişinizə uğurlar arzulayıram. İlk dəfə də gəlmişəm. Mən çox dərin mövzudur bu. Verdiyiniz suallar da və suallara verdiyiniz dəstək də əslində hər biri yerində verilmiş bir məsələlərdir. Mən bu müharibəni Amerika-İran deməzdim. Ortada bir trey qoyardım. Amerika, ortada İran, sonra İsrail. Yəni belə bir halqavari müharibə deyərdim və bu sadəcə bir konflikt deyil. Bu ciddi bir müharibədir. Və bunun da köklərinə, əsaslarına baxsaq, biraz tarixinə baxsaq, görərik ki, bunun mahiyyəti nədir, məqsədi nədir, görünən tərəfi nədir, səhnə arxası tərəfi nədir, hansı məsələlər vacib məsələlərdir, hansı məsələlər sadəcə olaraq ictimaiyyətə, cəmiyyətə göstərilir. Görünən nədir? Görünən odur ki, hal-hazırda Amerika iddia edir ki, İranın nüvə proqramı var. Bu nüvə proqramından təkcə deməli, Dinc məqsədlər üçün yox, bəli, hərbi məqsədlər üçün istifadə etmək istəyir. Və İran da öz növbəsində bunu təkzib eləyir. İsrail də oradan iddia edir ki, mənim olduğum bölgə ərəb-müsəlman bölgəsidir və bu bölgədə də mən təhlükəsizliyimi təmin eləməliyəm, mənim ətrafımda hər hansı bir güclü dövlət ola bilməz. Hərb baxımından məndən güclü dövlət ola bilməz. Bu görünən tərəfidir. Bəs görünməyən tərəfi nədir? Görünməyən tərəfi mən deyərdim ki, əslində bu münaqişə, bu müharibə, bu hərbi əməliyyatlar bilavasitə Amerika ilə Çinin arasında olan rəqabətin təzahürüdür, nəticəsidir. Gəlin biraz keçmişə gedək, yaxın keçmişə gedək. 90-cı illərdə Sovetlər Birliyi dağıldı. Amerika buna nail oldu və ən böyük rəqibini, ikinci qütbü süquta uğratdı. Nəticədə rəqibsizlik deyilən bir təfəkkür yarandı Amerikada. Burada bir ego da var, burada bir güc də var, burada bir siyasi iradə də var. Oldu. Bundan sonra neynədi Amerika başladı artıq hərbiləşməyə, az pul xərcləməyə və sosial rifah üçün daxili xərclərini artırmağa başladı. Və nəticədə Amerikada əmək bazarı bahalaşdı, işçi qüvvəsi bahalaşdı və böyük şirkətlər qərara gəldilər ki, biz daha ucuz işçi qüvvəsi olan, daha az belə deyək də xərclər olan ölkəyə yönəlməliyik, zavodlarımızı, fabrikalarımızı orada açmalıyıq və bunlardan da ən ideal nümunə Çin idi. Çin həmin vaxtı hələ Sovetlər Birliyindən belə deyək də təsirindən qurtarmamışdı, kapitallar kifayət qədər dəyərlənməmişdi, ticarət, iqtisadi, sənaye münasibətləri kifayət qədər formalaşmamışdı və ona görə də ucuz işçi qüvvəsi orada var idi. Bunlar getdilər kifayət qədər böyük şirkətlər, söhbət Apple-dan, söhbət Nike-dan, söhbət Adidas-dan, HP şirkətindən, demək olar ki, əsas istehsalat sahələrini orada qurdular. Düşündülər ki, biz buradan daha çox pul qazanacaq. Bəli, doğrudan da daha çox pul qazandılar. Amma nəticədə Çinə nə verdilər? Çinə verdilər təcrübə, Çində kadr formalaşdırdılar. Çinin o dünyanın qlobal ticarətinə gedişini təmin elədilər və dərk elədilər ki, artıq bunlar uduzublar. Deməli, mən bu periodu belə bölərdim. 91-ci il, 2001-ci il həmin o sərmayələrin qoyuluşu və Çinin inkişafı üçün olan dövrü və 2000-ci ildən sonraki Amerikanın bunu dərk elədiyi dövr. Artıq bunu dərk eləyəndə gec idi. Yəni, Amerika bunu əslində uduzubdur. Bəzən Amerikanı çox irəliyə baxan, proqnozlaşdıran, dünyanın siyasi gedişlərini dəqiqliklə, riyazi hesabatlarla müəyyənləşdirən bir ölkə kimi qəbul edirlərsə, amma tarixi baxanda görürük ki, Amerika bu hissədə çox ciddi səhvlərə yol verdi. Və bununla da Çinin əhalisi, ərazisi, hətta orada mən deyərdim sizə milli o dəyərlər var ki, onlar da ölkənin iqtisadi inkişafına çox müsbət təsir elədi. Təbii ki, təbii ehtiyatlar da öz yerində
Bunlar Çinin kısa bir müddətdə kosmik sürətlə, dünyada heç bir analoqu olmayan sürətlə inkişafına gətirdi, çıxartdı. Və bundan sonra artıq Amerika başa düşdü ki, bunun rəqibi nə yaxın şərq deyil, nə Rusiya deyil, nə də ki başqa yer deyil, sırf rəqibi Çindir. Düzdür, haldan salma deyilən bir siyasət var. Bu haldan salma siyasətinə aşınma siyasəti deyirlər. Aşınma siyasətinə dəfələrlə Çin Amerikanı cəlb elədi. Rusiya münaqişəsi, yaxın şərq münaqişəsi, yəni fikri özündən uzaqlaşdırıb, özü kənardan Amerikanı aşındırma cəhdlərini elədi. Amma Amerika da bir zəif dövlət deməzdim. Zəif dövlət deyil, deməzdim ki, o da yəni o Çinin o manipulyasiyalarına belə deyək də tabe oldu. Düzdür, tab gətirsə də, amma yenə də kifayət qədər gücdən düşdü. Və nəticə nədir? Nəticədə Amerika artıq öz itirilmiş iqtisadiyyatda öz itirilmiş mövqelərini bərpa eləməlidir və buna görə də bütün hər tərəfli öz belə deyək kanallarını bərkitməlidir. Çin nə edir? Çin bir kəmər bir yol layihəsini çəkir. Həmin o yol boyu olan bütün iqtisadi resursları bərkidir, sərmayələr qoyur və bununla da artıq Amerikanın yoluna girir. Amerikada düşünür ki, mən bir neçə konflikt yaratmalıyam. Bir neçə regionda konflikt olmalıdır. Həmin regionlarda, konflikt olan regionlarda mütləq qayda hərbi bazalar yaradılar. Hərbi bazalar həm siyasi xarakterli məsələlərə, həm də iqtisadi xarakterli məsələlərə bir mənalı təsir göstərir. Çünki hər hansı bir ölkəni idarə etməsi üçün əgər sən müdaxilə edə bilirsənsə, orada siyasi rəhbər də seçə bilirsən və iqtisadiyyatı da istədiyin kimi idarə edə bilirsən. Burada Amerikanın da ən böyük iqtisadi alətlərindən biri onun dollarıdır. Yəni artıq 2 əsr işlənmiş bir layihədir, çox ciddi layihədir və o layihəni də onlar uğurla başa çatdırıblar. Bütün dünyana onlar üçün kağız parçası olan, başqa dövlətlər üçün isə bir əmtəə xarakteri daşıyan, mahiyyəti daşıyan bir şey onlardadır. Yəni avadanlığa verir, kağızı çap edir, amma başqa ölkələrdə bu qızıla, taxıla və yaxud da neftə bərabər bir əmtəyə çevrilir. Və bu siyasətlə də təbii ki, Çinin də konfliktə cəlb elədi. İndi keçək müasir dövrə. Bəs niyə indi oldu? Niyə 2026-cı ildə oldu? Və niyə məhz İran oldu? Və niyə məhz İran oldu? İranın da siyasəti kifayət qədər hesablanmış siyasətdir. İran bölgəyə Çini buraxdı. Çinlə çox güclü şəkildə, çox ciddi şəkildə iqtisadi əməkdaşlığa girdi. Bir çox Çin korporasiyalar artıq İranda fəaliyyət göstərirlər. Böyük miqyasda fəaliyyət göstərirlər. İranın da geosiyasi yerləşməsi Çinin əl-qolunu bir daha açır, ətraflı açır. Yəni İrana baxsaq görərik ki, İran bir tərəfdə Pakistandır, bir tərəfdə Suriyadır, Türkiyədir, Azərbaycandır. Bu ölkələrlə sərhəddədir və elə bir yerdə yerləşir ki, hər tərəfə buradan müdaxilə etmə imkanı var. Və ikinci məsələ İranla Rusiyanın münasibətlərinin yaxşı olması. Yəni İranı Rusiya tərəfdən dəstəkləməyidir. Və Rusiyanın da bu ərəfədə Ukraynanın müharibəyə girişməsi, Rusiyanın bir çox sahələrdə mövqeyinin zəifləməsi Amerika və İsraili cəsarətləndirdi ki, məhz bu anda biz hərbi əməliyyatlar keçirməliyik və orada rejimi devirməliyik. İranda. İrandan söhbət gedir, bəli. Və burada da mən elə hesab edirəm ki, 2026-cı ildə bu məsələlərin cərəyan etməsi birbaşa Rusiya-Ukrayna münasibətlərinin, məsələlərinin nəticəsi ilə bağlıdır. Rusiya artıq zəifləyir, Rusiyanın artıq iqtisadi böhran Rusiyanı boğur, həqiqətən boğur. Və bu kontekstdə də İrana kifayət qədər dəstək verə bilmir. Həm özü müharibə şəraitində təbii ki, silah sursat özünə lazımdır və maliyyə cəhətdən də heç özünü tam şəkildə təmin edə bilmir. İlqar müəllim, bizim dostlarımızdan Ümid Partiyasının sədri İqbal Ağazadə studiyada qonağım olub. Onunla bu mövzunu müzakirə eləmişik. Doğrudur, təxminən bir ay bundan əvvəl. İqbal bəy bir maraqlı və sizə deyim ki, həm də gümanım çox kəsmədi o fikrindən. Dedi, baxın, Amerika həmişə bütün müharibələrdə Rusiyanın yanında olub. İkinci Dünya müharibəsini misal gətirdi. Dedi, əslində bu Amerika ilə Rusiyanın arasında bir gözə görünməz bir tellər var və Amerika enində sonunda onsuz da yenə də bu müharibədə də Rusiyanı dəstəkləyəcək belə, yəni təxminən kobud formada desək belə bir fikir söylədi. Əslində mən o fikirdən razı deyiləm. Sadəcə olaraq qütblərin balastlaşması bir məsələ var. Yəni kimsə yerində olmalıdır. Yəni bir rəqib olmalıdır. Bugünkü gün Amerika bəlkə də Rusiyanı özünə rəqib bilməyə daha
məqsədə uyğun hesab edir, nəinki Çini. Bəlkə də o baxımdan İqbal müəllim deyir ki, axır əvvəl Rusiya dəstək olacaq bu müharibədə. Yəni bilirsiniz necədir məsələ? Əgər sırf Rusiyadan danışırsa, Rusiyanın ərazisi sözün əsl mənasını gözdağıdır. Sırf ərazisindən danışıram. Onun təbii sərvətləri gözdağıdır. Və imperialist dövlətlər tarixən öz mayalarını, öz büdcələrini o təbii sərvətlər üzərində qurublar. Doğrudur. Biraz iqtisadi yöntəm son vaxtlar dəyişilibdir, son dövrlər dəyişilibdir. Burada süni intellektdən söhbət gedir, burada kiber təhlükəsizlikdən söhbət gedir, burada yarım keçiricilərdən söhbət gedir. Amma yenə də təbii sərvətin dəyəri yenə təbii sərvət. Yəni yerini heç nə verə bilmir. Yerini heç nə verə bilmir. Və bugünkü gün Hürmüz boğazında görürsünüz hansı məsələlər ortaya qoyulur. Dünya neftinin 20% həmin Hürmüz boğazından keçir. Çox ciddi bir rəqəmdir. Böyük rəqəmdir. Və bugünkü gün hələ də nə günəş enerjisindən işləyən, nə digər vasitələrlə işləyən avadanlıq olsa da yəni o həcmdə deyil. Yəni əksəriyyəti neft, qaz və digər yanacaqlarla işləyirlər. Dünyanın bir çox ölkələrində. Qızdırıcılardır, sənaye tipli avadanlıqların işə salınması üçün istifadə olunur və s. Ən azından onların hazırlanması üçün də yenə də təbii sərvətlər lazımdır. Bəli, onların hazırlanması üçün yenə təbii sərvətlər lazımdır. Ona görə də Amerikanın belə deyək də bir nömrəli məqsədi Rusiyanı parçalayıb buradan nəsə qoparmaqdır. Bir hissəsini o vaxt aldılar Alyaskanı. Yerdə qalan Rusiya deyək də, yəni Sovetlər Birliyini 15 respublikasını parçaladılar. Hər birində öz mövqələrini bərkitdilər. Qaldı Rusiyanın özü. Yəni Ukraynada əslində o düşünür ki, mən qərbə gedirəm. Yox, əslində Ukraynanın təbii sərvətlərini Rusiyanın caynağından çıxarmaq üçün bu müharibəyə qoşdular Ukraynanı. Müharibəyə cəlb elədilər. Və yenə də məsələ təbii sərvətlər üzərindədir. Donald Trump açıq-açığına dedi. Yəni dedi, biz bu pulu sərmayəni buraxmışıq 500 milyard dolları. Biz bu pulu hansısa bir formada geri qaytarmalıyıq. Ukraynanın təbii sərvətləri bizim olacaqdır. Yəni məqsədsiz, niyyətsiz hər hansı bir şey yoxdur. Bu baxımdan da mən düşünmürəm ki, Rusiyanın tərəfdarı da Amerika, Rusiyanın belə deyək də bir xətt üzrə bərabər gedirlər. Sadəcə olaraq o qütblərin balanslaşması məsələsi var. Amerika istəyir ki, Rusiya olsun, nəinki Çin olsun. Çünki bir nöqtədən də bu dünyanı idarə etmək çox çətindir. Hardasa bir rəqibin də olsa, təxmini uyğunlaşan bir partnörün olmalıdır. Mən Rusiyanı Amerikanın bir mənalı rəqibi hesab edirəm, amma dünyanın idarə olunmasında sanki bir partnyorluq nümayiş elətdirə bilərlər. Bir çox məsələlərdə... Amma Çindən alınmaz o. Çinlə bunlarınki alınmayacaqdır. Çinlə niyə alınmayacaqdır? Çünki Çin əvvəldən çox qapalı şəkildə gəldi. Sovetlər Birliyi olan dövrdə, sosializm olan dövrdə qapalı oldu. Ondan sonra da yenə qapalılığa davam elədi və dünyaya inteqrasiya eləmədi. Yəni, həm burada kəşfiyyat, eks-kəşfiyyat xidmətləri çox zəifdir. Amerikanınki Çində, çünki çox ciddi şəkildə, qapalı şəkildə onlar daxili təhlükəsizliyini, xarici təhlükəsizliyini qoruyurlar. Nüfuz eləyə bilmədi, daha doğrusu ifadəni belə quraq. Amma Rusiya və digər ölkələr kifayət qədər nüfuz edib Amerika. Və bu baxımdan da onlarla bu məsələ alınmayacaq. İkinci məsələ, Çinlə Rusiyanı biz müqayisə edə bilmərik. Nə mənada? Birincisi, Çinin əhalisi dəfələrlə Rusiyadan çoxdur, Amerikadan dəfələrlə çoxdur. Texnologiyası çox güclüdür. Və bu əhalinin də sabahsı gün hər hansı bir münaqişədə iştirak etməsi Amerika üçün böyük təhlükələr yarada bilər. Və bu əhali təkcə münaqişədən ibarət deyil. Bu əhali həm də digər ölkələrə çox miqrasiya ediblər. New Yorkun mərkəzində Chinatown var. Yəni New Yorkun böyük bir məhəlləsi Amerikada bir kənd deyil. Dünyanın mərkəzi olan New Yorkun mərkəzində Çin məhəlləsi var. Özə tamaşaçılarımıza da deyim, mən orada olmuşam. Yəni orada avtobus sürücüsü Çinli, marketlərin üzərində yazı Çin dilində, bazara girsən Çin dilində. Yəni sanki bir Çinə getmirsən, Amerikada deyilsən. İnsanlar bir-birindən Çin dilində danışır küçədə. Yəni o qədər nüfuz ediblər. Təkcə Amerikadan söhbət getmir, bir çox ölkələrə nüfuz ediblər və kifayət qədər bağlantılar var. Rusların belə bağlantısı yoxdur. Bu bir. İkinci də Çinlilərin bir o ideologiyasından, onların dinlərindən irəli gəlir. Onlar daha iradədirlər. Onlar daha tələbkardırlar. Onlar daha istədiklərinə... Müdrikdirlər, Konfutsi sistemidir, belə deyək. Onlar daha tez, belə deyək də, o istədiklərini əldə edə bilənlərdir. Konfutsi məsələsini yaxşı vurğuladınız. Onunla da bağlı bir iki fikrimi deyim. Çin hal-hazırda o nüfuzun digər ölkələrdə
yerləşdirməsi məsələsində bu belə deyək də yarışda gecikdiyinə görə çox sürətli şəkildə o məsələyə başlayıbdı. Mən elə bizim Azərbaycandan misal çəkim. Bizim Azərbaycan Dövlət Universitetinin Dillər Universitetinin tərkibində ikinci mərtəbədə böyük bir universitet var, Konfusiya Universiteti var. Çox gözəl də fəaliyyət göstərirlər və öz dillərini təbliğ etmək üçün orada çox az bir məbləğə Çinli müəllimlər Çin dilini keçirlər və müəyyən mərhələləri keçəndən sonra 2 həftəlik Çinə pulsuz yay məktəbi təşkil edir. Yəni ciddi xərclərdir. Bu dövlət tərəfindən qarşılanır. Həm də işdir, yaxşı işdir. Bu mədəniyyətlərini təbliğ etməkdir. Bu deməli dillərini digər xalqlara aşılamaqdır, öyrətməkdir. Bu müəyyən həddə, lap açıq deyək, kəşfiyyat məsələlərini qurmağa bağlı olan bir şeydir demirəm indi bizdə, amma başqa ölkələrdə bu təbii ki, buna hesablanmış bir məsələdir. Və buna görə də elə hesab edirəm ki, Çin bugünkü gün Amerika üçün bir nömrəli hədəfdir və bir nömrəli rəqibdir. İlqar müəllim, biz istər-istəməz söhbətin mövzusunu gətirdik. Amerika Birləşmiş Ştatları, Çin, Rusiya, Ukrayna. Amma mən suala İranla başlamışdım. Mən istəyirəm biz İran, Amerika Birləşmiş Ştatları və İsrail dediyiniz kimi münaqişəsinə qayıdaq. Həm də yaxın şərq münaqişəsi sayılır. Yaxın şərq münaqişəsidir. Amerikanın İrandan istədiyi nədir? İranın Amerikadan istədiyi nədir? Bu bir. İkinci bir məsələni də deyim. Dostlarımızla söhbət eləyirdim mən. Mənə dedilər ki, əslində daha da şiddətlənəcək payıza doğru Amerika ilə İranın qarşı durması, hətta quru əməliyyatı keçirilə bilər. Ümumiyyətlə, bu son dediyiniz məsələ ilə bağlı analitiklər konkret olaraq 2 qütbə bölünüblər, 2 hissəyə bölünüblər. Bəziləri hesab edir ki, Amerika Əfqanistan və Suriyadan sonra quru qoşunlarını yeritməyəcəkdir. O səhv onlar üçün ciddi dərs oldu. 20 ilə yaxın münaqişə uzandı və sonda da nəticə əldə edə bilmədilər. Vyetnamı da yada sala bilərik. Hətta Vyetnamı da yada sala bilər. Bəli. Elə hesab edirlər ki, bu təcrübəni, bir də mənfi təcrübəni yaşamayacaqlar. Xüsusən də müasir dövrdə, dron dövründə, uzaq məsafəli raketlərin dövründə quru qoşunların yeritməsinə o qədər də zərurət qalmayacaqdır. Amma bu şəkildə heç vaxt Amerika birmənalı şəkildə qələbə qazana bilməyəcəkdir. Çünki quru qoşunları yeriməsə, quru qoşunları ərazidə əməliyyat keçirməsələr, istər rejimin devrilməsi, istərsə də öz mövqelərinin bərkinməsi məsələsi sırf quru qoşunların ölkəyə əraziyə yeridilməsidir. Orada da bilirsiniz necədir? Çox çətin prosesdir. Amma digər qrup elə hesab eləyir ki, siz deyən kimi, mən xüsusən də bu xarici analitiklərin belə deyək, fikirlərindən irəli gələrək fikir söyləyirəm. Elə hesab edirlər ki, quru qoşunları girəcəkdir. Niyə girəcəkdir? Çünki quru qoşunları girməklə birmənalı şəkildə bir çox kommunikasiyalarını dayandıracaqdır. Xüsusən də Çinlə olan kommunikasiyalarını dayandıracaqdır. Yəni məqsəd budur. Çinin dəstəyini dayandıracaqdır. Mənim subyektiv fikrim nədir? Mən elə hesab edirəm ki, elə bu minvalla bu şəkildə uzun müddət bu münaqişə davam edəcək. Sizcə kimi aşındırma prosesi gedəcək? Mən düşünürəm ki, aşındırma, haldan salma, yorma prosesi gedəcək və Amerika da bilir və bir çox siyasi institutlar da bunu deyir ki, müxtəlif tarixi dövrlərdə rejim nüfuzdan düşən zaman müharibəyə qoşulur. Milli həmrəyliyi formalaşdırmaq üçün, daxildə insanları fikrini yayındırmaq üçün, belə hər hansı bir diktator rejimdirsə, həmin rejimin etdiyi ədalətsiz hərəkətlərin qarşısını almaq üçün müharibəyə cəlb edir ölkəni, ölkə rəhbəri. İran elə hesab edir ki, İran özünə də bugünkü gün sərf edir. Amma İlqar, bir məsələ var. Lap əvvəldən danışırdıq bunu, xatirinizdədir. Deyək ki, Amerika Vyetnama qoşun yeritdi. Vyetnam özünə məxsus bir millətdir. Vyetnamlılar özünə məxsus bir millətdir, özünə məxsus bir dövlət idi. Amma İran, İraq da deyil. O məsələ də var. Hərdən həmişə bunu biz dostlarla müzakirələrdə də səsləndirirlər bu fikri ki, İran İraq deyil. İran köklü, köməcli bir dövlətdir. Ərazisi də kifayət qədər böyükdür. Və İrana quru qoşunun yeridilməsi, siz deyən kimi, Amerikanın artıq növbəti də bataqlığa düşməsi olacaq. Amerika illərlə orada bazalarını yerləşdirib ətraf ölkələrdə. İllərlə bazalar yerləşdirib və nə vaxtsa quru qoşun əməliyyatını keçirmək niyyəti daşıyıbdır. Amma İran da boş durmayıb bu dövr ərzində. Ətrafda olan bütün ölkələrdə maliyyə dəstəyi verərək müxtəlif hərbi birləşmələr. Proksi qüvvələr var, təbii. O proksi qüvvələr
hər yerdə var. Yəni İranın ətrafında olan bütün ölkələrdə İranın nüfuz edə biləcəyi həmin qüvvələr var. Ona görə hesab edirəm ki, bu həm mübahisəli məsələdir, həm Amerika bu addım atmaq üçün çox ciddi cəsarət olmalıdır. Həm də Amerika hökuməti də bunu öz başına elə bilməyəcək. Burada həm Mərkəzi Bankın təpkiləri olacaq bir mənalı şəkildə, həm də ki, Konqresin təpkiləri olacaq. Həm də ilkin payızda da ilkin seçkilərlə bağlı problemlər ola bilər. Bəli, ona görə də quru qoşunların yerilməsi hələ mən deyərdim ki, bir 70-80% sual altındadır. Amma hərbi əməliyyatlar elə gəlir ki, davam edəcəkdir. Bütün hallarda düşünürəm ki, siz demişkən, İran, Amerika Birləşmiş Ştatları, İran, İsrail bu münaqişəsinin hansı yöndə istiqamət yön alacağını Ukrayna-Rusiya müharibəsindən gözləmək lazımdır. O nəticələrindən daha doğrusu asılıdır. Məncə Ukrayna-Rusiya müharibəsi taleyi artıq həll olubdur. Hətta. Yəni artıq Rusiya bəlli yerə çatıbdır və onun artığına da Yəni danışıqlara gedilə bilər. Gedəcək danışıqlara. Onun artığına da heç ideal deyil. Artıq onun artığını da istəmir. Sadəcə olaraq böyük ehtimal ki, Zelenski hakimiyyətin dəyişilməsini şərt qoyaraq, düzü illərlə bu şərti qoyur. Amma mənə elə gəlir ki, bu üzümüzə gələn aylardamı, hətta ola bilər ki, bəlkə də həftələrdəmi bir müəyyən danışıqlar gedəcəkdir. Mənə elə gəlir ki, Zelenskinin kənarlaşdırma şərti ilə sülh müqaviləsini gedəcəklər. Hətta bəzi torpaqları da Rusiya qaytaracaqdır Ukraynaya. Bu mənim subyektiv fikrimdir. Təbii ki, bu mənim şəxsi fikrimdir. Yəni mən belə proqnozlaşıram, belə düşünürəm. Amma analitiklər biraz fərqli fikirdədirlər. Bəziləri elə hesab edir ki, Rusiya mütləq qaydada Kiyevə qədər gedib çıxacaqdır. Bəziləri elə hesab edir ki, NATO son dövrlər bilirsiniz ki, hərbiləşməyə kifayət qədər xərcləri artırıbdır, müdafiə xərclərini dəfələrlə artırıbdır və bu xərcləri də artırandan sonra bu hərbi texnikanı və hərbi birləşmələri bir təcrübə üçün və yaxud da bir yenilənmə üçün Ukrayna dəstək olaraq göndərəcəkdir və bu müharibəni Avropa Birliyi udacaqdır, Avropa Birliyi qalib olacaqdır. Mən inanmıram ki, bu müharibədə qalib olacaqdır, qalib olmalı, kimisə olmalı inanmıram. Amma elə hesab edirəm ki, Zelenski hakimiyyətinin dəyişməsi şərti ilə o da mənim fikrimcə yenə də bir mənalı Rusiyanın adamı olmayacaqdır. O da ola bilər ki, bir balansı qoruyan və yaxud da ikili bir hakimiyyət yarandı. Məsələn, ola bilər ki, nə mənada ikili məsələ ola bilər ki, parlamenti respublika yarandı orada, ola bilsin. Dövlət başçısı prezident ola bilər ki, Avropanın adamı olsun, baş nazir ola bilər ki, Rusiyanın adamı olsun və yaxud da ikisi olsun. Yəni belə qarşılıqlı razılaşma şəklində bir dövlət quracaqlar orada, amma Zelenskinin hakimiyyətindən kənarlaşdırma şərti ilə. Bu buna bağlı fikirlərim bu qədər. Aydındır. İlham müəllim, çox sağ olun. Minnətdaram sizə. Gəldiniz, fikirlərinizi bölüşdünüz. İnşallah növbətdə yenə sizi qonaq görmək istəyirəm studiyamızda. Çox sağ olun, minnətdaram. Siz sağ olun. Siz Rekord TV-nin efirində siyasi kod verilişinə baxdınız. Mənim qonağım hüquq üzrə fəlsəfə doktoru, siyasi şərhçi İlqar Eyyubov idi. Sağ olun, salamat qalın.